Günəşli bir gündən hər kəsə salam. Kanalımıza xoş gəlmisiniz. Bugün çox qəşəng günəş çıxıb, biz də həyətə çıxmışıq. İndi hal-hazırda Cavid bizə həyətdə oturmaq üçün stol düzəldir. Əslində bizim fikrimiz həyətimizin tam bu hissəsinə Pinterest tərzi oturmaq üçün yer düzəltməkdir. Sadəcə olaraq indi yağışdır. Ona görə də hələlik bunlarla idarə eləməyi düşünürük. Şimdi bu partada ders kesip havalarını versin. Yəqin ki, universitetə daxil olublar. Bunu qoyuruq bura. Sonra isə bunları bura qoyub İsmailiyyəcək. Təbii ki, həyat yoldaşımız kömək eləsə. Sizin üçün mən bunu təşkil edirəm. Cavid gördü ki, ona həyat yoldaş kömək eləyə bilmir. İndi divardan kömək almağa qərar verib. Hələlik tam düzəlməsə də. Çox hündür deyil abi. Biraz ayaqlarını kəsərik. Ayaqlarını kəsmək. Uşaqlar indi atam da bizə köməyə gəlib, stol demək olar ki, bitir. Son halını paylaşacağım. Cavid stol düzəldənə qədər mən də dedim boş durmayım, koleskanı yuyum. Çünki həqiqətən yağışlar yağandan çox pis günə düşüb. Qızlar, mən bu sarı bezlərin rulonla olanını alıram həmişə. Ona görə də hər şeyə istifadə edirəm. Bir dəfə istifadə edib sonra da atıram. Mənim üçün çox rahatdır. Yumağa ehtiyac qalmır, əlavə bir şey istifadə eləməyə ehtiyac qalmır. Arabanın iç tərəfini yumadım, çünki qorxdum ki, birdən tam qurumaz, yaxşı. Ondan sonra iyi gələr, ona görə eləcə fırça ilə fırçalamağı düşünürəm. Qızlar, stolumuz hazırdır. İndi çay fasiləsi verib keçəcəklər stol düzəltməyə. Hələlik bu şəkildə idarə edə bilərik. Hamıya yenidən salam, axşamınız xeyir olsun qızlar. İndi biz stolları düzəldib evə keçmişik. Artıq saat 8-dir. Qaynanam və baldızımgil bizə qonaq gəliblər. Böyük ehtimalla 2 gün falan bizdə qalacaqlar. İndi biz bir yerdə kebab hazırlayırıq. Qızlar, bilmirəm sizdə necədir vəziyyət siz tərəfdə, amma bizdə kebabdan çox bu quyruq və kartoşka sevilir. Ona görə də birinci mən keçmişəm kartofları hazırlamağa. Kebabları günortadan biz hazırlamışdıq, marinə eləyib düzəltmişdik. İndi qaynanam onları şişə çəkəcək. Cavid də manqalı yandırıb aşağıda bizi gözləyir. Bəli, Cavid bəy manqal başında.
Kabablar demək olar ki, hazırdır, bişib. Sizlə birlikdə gedək biz də süfrəni hazırlayaq. Artıq gecə saat 3-dür. Mən indi qabları qabıyana atıb yatıram. Sabah görüşərik. Sabahınız xeyir olsun. Hava çox qəşəng günəşlidir. Ona görə də biz səhər yeməyini çöldə yeməyə qərar verdik. Bu gördüyünüz süfrəni isə bu qızlar hazırlayıb. Bir vlogun da sonuna gəldik. Əgər siz də bəyəndinizsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.